Salam aleyküm dostlar. Həmişə olduğu kimi sizə tövsiyə edirəm ki, nar şirəsinə su qatıb için. Bu orqanizm üçün daha faydalıdır və orqanizm daha yaxşı onu usvaya eləyir. İndi isə vaxtınız varsa bu məsələyə sonracan dinləyin və əgər xoşunuza gəlsə bəyənin ki, qoy digər insanlar da eşitsinlər. Bir dəvə ilə bir eşşəyi sürüdən ayırırlar, karvandan ayırırlar ki, bunlar xəstədirlər, çolaqdılar, karvanı gecikdirirlər. Və onlar da gedirlər, ayrılırlar karvandan, gedib palçıqda eşələnirlər, sağalırlar, otdan yeyirlər, ondan bundan özünə gəlir. Günlərin bir günü eşşək deyir ki, anqırmağım gəlir dəvə qardaş. Dəvə deyir ki, etmə, eləmə, eşidərlər karvandan keçənlər, gəlib bizdən karvana qoşarlar. Deyir, yox anqıracam. Eşşək ilə anqıran kimi oradan bir karvan keçən səsi eşidir, gəlirlər, görürlər bir dənə dəvə, bir dənə eşşək. Bunları da götürürlər, qoşurlar karvana. Oradan bunlar da dəvə deyir ki, gördün sən dedim anqırma da. Çaydan da keçəndə eşşəyə dikilirlər dəvənin üstünə ki, çaydan keçə bilməyəcək. Dəvə deyir ki, ay eşşək, sən idin anqırana və sirkələnir qəşək, eşşəyə də salır suya. Yəni ki, dostlar, eşşək əgər eşşəkdirsə, onun haçansa anqırmağı gələcək. Ola bilər o müəyyən bir vaxtı anqırmasın, kasıbdır, ya hər hansı bir səbəblərdən. Amma əgər o eşşəkdirsə, haçansa anqıracaq. Və siz də bilirsiniz ki, eşşəklər 4 ayaqlı da olur, 2 ayaqlı da. Bir də nar suyunu içməmişdən qabaq bismillah deyin. İstənilən halal nemətləri təbii ki, içməmişdən öncə bismillah deyib için. Bismillah.